Azərbaycanda ən yaxşı steyk harda verirlər? Bilən varsa yerini yazsın. Valla ən yaxşı harda verilir bilmirəm, amma gəlin sizə çox yaxşı bir yer göstərim. Keçən həftə sonu Xırdalanda Mangalda restoranına getmişdik. Əmoğlu Çingizin dediyinə görə bura Xırdalanda ən yaxşı 3 restorandan biridir. Biz burada kuşbaşı pide, steyk pizza, limonlu toyuq, kabablar və Dallas steykin dadına baxdıq. Pideləri normal, yəni standart. Qiyməti 7 manat 50 qəpikdir. Steyk pizza çox möhtəşəm. Ətli, çeri pomidorlu, parmezanlı və mozzarellası bol bu nemətin dadı damağımda qaldı. Bura yolunuz düşsə mütləq yoxlayın. Ölçüsünə görə qiyməti 10-12 manatdır. Ümumiyyətlə xidmət və keyfiyyət premium olsa da, qiymətlər bir çox yerlərlə müqayisədə kifayət qədər münasibdir. Məsələn, popcorn salatı 6 manat 50 qəpik, fişnəli pomidor salatı 5.50, xırt-xırt badımcan salatı isə 5 manatdır. Limonlu toyuq, əti əla bişmişdi. Amma limonun sousu ətin öz dadını üstələyirdi deyə çox da zövq ala bilmədim. Qiyməti 8 manat 50 qəpikdir. Və nəhayət gəldi həsrətində olduğumuz. Bu Dallas steykdir. Yanında özəl sousla servis edilir. Qiyməti 22 manatdır. İstədim özümü Nüsrət kimi aparım, amma gördüm ki, bu mənlik deyil. Bu işi peşəkarına buraxdım. Və sizə deyim ki, buranın steyki Nüsrətin steyklərini döyər. Dad üst səviyyədə. Hələ üzərinə sous vuraraq yemək ayrı bir ləzzət yaradır. Xırdalanda steyki xırdalayıb mədiyə ötürən Çingiz deyir ki, adamın imkanı ola hər gün bura gəlib qırmızı şərabla bundan yeyib ətə qana gələ. Mangalda bişən kababların da dadına baxdıq. Qiymətlər 6.50-10 manat arasında dəyişir. Mətbəx komandasına alqışlar. Məkanın daimi müştəriləri və axşamlar canlı ifalar olur. Bir sözlə, Xırdalanda ailəvi oturmağa keyfiyyətli bir yer axtarsaz, buranı yadda saxlayın.